Həftəlik bürclər balıq, xərçəng, əqrəb bürclərini 16 iyundan 23 iyuna doğru nələr gözləyir? Birinci balıqlardan başlayaq. Bu hafta balıqlar zamanın necə keçdiyini bilməyəcəksiniz. Qəlbə bir səs, qəlbə stres, qəlbə bir narahatçılığınız olacaq. Elə bir ki, tələsməyə çalışacaqsınız. Maddiyatla bağlı çox ehtiyatlı olursunuz. Ayın 21-nə qədər maddiyyat alqı-satqısı, maddiyyat vergisi və yaxud da maddiyyatla əlaqədar nə problemləriniz varsa, nə bölgünüz varsa bunlara çox ehtiyatlı olun. Və bu həftə balıqlar siz elə bir insan olacaq ki, kişi kimdirsə sizi qısıtlaya bilər, sizin ovuzun açılmasına mane ola bilər, sizin qabağa getməyinizə sanki mane ola bilər və sizi boşluqda saxlaya bilər. Balıqlar buna çox ciddi şəkildə fikir verirsiniz və bu həftə bacarırsınızsa yarımçıq qalmış işlərinizin hamısını tamamlayırsınız. Yəni bu evinə bağlıdırsa, işlə bağlıdırsa, sağlamlıqla, özünüzlə bağlıdırsa, bütün işlərinizi bu həftə həll etməyə çalışırsınız. Çünki bu həftə yarımçıqlıqların tamamlanması və bilirsiniz, retro və karmik bir həftədə olacaq. Ona görə bəzi nüansları keçmişdən gələcəyə bitirmək, nöqtələmək ən uğurlu bir məqamdadır. Və bacardığınız qədər sağlamlığınıza fikir verin. Bu həftə sağlamlığınızla əlaqədar nə problemləriniz varsa, nə yarımçıqlıqlarınız varsa, onları həll etmək üçün ən gözəl bir məqamda. Əməliyyat ola bilər, yenilənmə ola bilər. Ən çox da başınızla əlaqədar biraz problemlər, gözünüzlə əlaqədar narahatçılıqlarınız ola bilər. Bunlara fikir verməz. Ümumi dəyərləndirsək, şəxsiyyətlə əlaqədar aqressiv olmağınıza baxmayaraq maddiyyat qapıları açıq, amma sağlamlıqla əlaqədar tam nə istədiyinizi bilmədiyiniz üçün bu həftə belə deyim də 72%-ə qədər uğurlu edə bilərsiniz balıqlar. Xərçənglərə gələndə isə xərçənglər yavaş-yavaş aktivləşmə şansınız gəlir, yavaş-yavaş önə çıxma şansınız gəlir. Yəni biraz sərt danışmağınıza, biraz sərt rəftar etməyinizə baxmayaraq önə çıxmağınıza başlayırsınız. Amma sadəcə başqa bir söhbətdir. Xərçənglər mədəmizə fikir veririk. Normadan çox qida qəbul etməyə başlamışıq. Və yaxud da belə deyim də özümüzü qısıtlamalıyıq, özümüzü idarə etməliyik, özümüzü balacalaşdırmalıyıq, nəfsi olaraq, mədə olaraq, qida olaraq. Və bu həftə bir balaca mübahisəli, bu həftə içinizdə coşqu olacaq, hiss olacaq, qisas olacaq. Bu həftə belə deyim də, hər şeyi ciddi idarə etmək istəyəcəksiniz, özünüzü güclü olduğunuzu göstərmək istəyəcəksiniz. Ən çox da xərçəng qadınlar. Bu həftə bilirsiniz necə, sanki hər kəsi yerinə otuzdurmaq, layiq olduğu yerlər, layiq olduğu gücə, maddiyyat olaraq şans əldə etmə şansınız var. Bu həftə uğurunuz özünüzə gələcək, istəklərinizi yerinə yetirəcəksiniz və birdən-bir evrən sizin, sən bunu istəyirsən, bunu verirəm, onu istəyirsən, onu verirəm. Sizi bu həftə elə gücləndirə bilər keçmişdən gələcəyə doğru. Sadəcə olaraq retodan qalmış bəzi nüanslarımız var ki, xərçənglər, bunlar bizi incidə bilər. Bu insanlar da incidə bilərlər. Yəni tanışımız, sevdiyimiz, keçmişdən əlaqəmiz kəsilib və yaxud da yarımçıq qalan insanlar kimsə bu həftə bizə ciddi əsəbiyyət, ciddi stres və narahatçılıq yarada bilər. Bunlara fikir vermək lazımdır xərçənglər. Ümumi dəngəyə fikir verəndə pauza şəklində gedirsiniz. Yəni yavaş-yavaş, amma sağlam şəkildə addım atmaq həddən artıq çox istəyirsiniz. Ümumi dəyərləndirsək həftə pis həftə deyil, sadəcə içinizdəki o qisas, güc, idarə, pul, həvəsi, bunlar sizi biraz zaman çərçivəsinə doğru boşluğa apara bilər. Ümumi 81%-ə qədər uğurludur. Əqrəblərə gələndə isə əqrəblər, göylər sizə pul verəcək, siz özünüzü uçuruma aparacaqsınız. Göylər sizə güc verəcək, siz kiməsə ehtiyac duyacaqsınız. Əqrəblər özünüzü gücləndirə bilmirsiniz, özünüzü dəyərləndirə bilmirsiniz. Ən böyük problem də budur. Yəni nə istədiyiniz, hansı istiqamətə doğru getmək istədiyiniz, zamanla nəyi dəngələşdirəcəyiniz bilmirsiniz əqrəblər. Yəni özünüzə dəyəriniz yox dərəcəsindədir. Əqrəblər biraz özümüzü sirkəliyirik, yalnızlıqdan, təklikdən, boşluqdan çıxırıq, zamanı dəngələşdirməyə çalışırıq və unutmuruq ki, biz bu həftə qəlbimizin səsini yox, biz bu həftə məntiqimiz, beynimiz olmayan beynimizi işə salmalıyıq. İşə salsaz pul da çox gözəl qapınıza doğru gəlir, şans da gəlir, təkliflər gəlir, daxili gücünüz xaricə çıxmaqdır. Bunu bacara biləcəksiniz və belə deyim də yer dəyişmə edə bilərsiniz. Ev, şəhər, iş, ölkə fərq yoxdur. Yer dəyişmələri mükəmməl şəkildə edə bilərsiniz. Həftənin sonlarına doğru verdiyiniz pullar, xərclədiyiniz pulları, məxaric olunan pullara çox ciddi fikir verin. Çünki bu həftə görə bilərsiniz ki, cibimiz boşdur. Ümumi dəyərləndirsək, ayrılıq qərarı da ala bilərsiniz bu həftə. Çünki bitirirəm hər şeyi deyirsə, amma bu retronun qərarıdır. Bitirib təzədən yenə qaytaracaqsınız. Bu bitiş çox da uğurlu bir bitiş deyil. Əqrəblər 67%-ə qədər, 68%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Maskalanmayın bu həftə. Kəskin şəkildə insanlara kim olduğunuzu göstərin.